Salam əziz dostlar. Bugün 16 may 2025-ci ildir. Bizə müqəddəs olan Şəhidlər Xiyabanındayıq. Çox ağır bir gündür. 1992-ci ildə şəhid olan Ərzumanov Elşən Saməddin oğlunun dəfn mərasimidir. Xatırladım ki, əziz şəhidimiz naməlum əskər kimi Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. DNK analizindən sonra aydınlaşdırılmışdır ki, o Qubadan olan şəhiddir. Şəhidimizin dəfn mərasiminə insanlarımız toplaşıb, son mənzilə yola saldılar. Biz də öz növbəmizə bütün şəhidlərə Allah'tan rəhmət diləyirik. Allah şəhidlərimizə rəhmət versin. Allah rəhmət eləsin. Şəhid ailəsi adına rayon rəhbərliyinə, inzibati orqan rəhbərlərinə, idarə müəssisə rəhbərlərinə təşəkkürümüzü bildiririk. Şəhid ailəsinə də Allah rəhmət eləsin deyirik. Allah səbir versin. Bundan belə şəhidlərimiz olmasın. Allah ordumuzu ordular içində daima uca eləsin. Millətlər içində millətimizi, dövlətlər içində dövlətimizi, bayraqlar içində də bayrağımızı daima uca eləsin. Allah ordumuzu qorusun. Allah əskərimizi müzəffər eləsin inşallah. Amin. Allah rəhmət eləsin. Təşəkkür edirəm mənim. Allah razı olsun. Çox sağ olun. Ege sen Nurlan'la gidersin. Nurlan o da parası. Vay. Halil sen.